Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu dəfə də sizlər üçün çox maraqlı vlog hazırlamışam. Bu hazırladığım vlog 2 həftə sonundan ibarətdir və mən həmin gəzintiləri birləşdirib bir vlog halına saldım ki, siz də rahatlıqla baxa biləsiniz. Ona görə mütləq sona qədər baxmağa dəvət edirəm və inanıram ki, siz də bəyənəcəksiniz. Həftə sonu ilk getdiyimiz yer Hacıkənd idi. Ancaq biz Hacıkəndə çatmamış yol üstü bu şirin bir kafede dayandıq və çox acımışdıq, yemək yemək istədik. Xüsusilə də uşaqlar acımışdı. Burada menyuda belə görünür ki, əksər yeməklər var, həm fast foodlar, həm qazan yeməkləri. Ancaq bəzi yeməklər menyuda yazılsa da söylədi ki, ofisiant hal-hazırda yoxdur. Ona görə də biz elə kətə sifariş etdik. Hacıkənddə ən ləzzətli yeməli tam elə kətədir. Doğrudan da çox ləzzətli idi, çox dadlı idi. Yedik kətələrimizi, daha sonra ətrafda belə biraz gəzdik. Çox gözəl görünür təbiət, kənardan dağlar görünür. Uşaqlar bu yaşıl çəməndə doyunca qaçıb oynadılar. Daha sonra isə çay içmək qərarına gəldik. Çox dadlı, çiçəklərdən ibarət qarışıq çay hazırlamışdılar. Çox ləzzətli idi həqiqətən də. Və onun yanında içməyə biz belə bir mürəbbə götürdük. Adı Snickers mürəbbəsi idi. Dadlı idi, çox ləzzətli idi. Adi biz bildiyimiz Snickers'dən girdik sanki. Elə bir mürəbbə hazırlamışdılar. Dadı yaxşı idi. Əgər gəlsəniz Hacıkənd istiqamətlərinə mütləq siz də həmin dadlı Snickers mürəbbəsinin dadına baxarsınız, bəyənəcəksiniz. Daha sonra isə yollandıq payızı daha dərindən hiss etmək üçün, o sarımtıl yarpaqlar arasında gəzişmək üçün Hacıkəndə doğru üz tutduq. Budur bu möhtəşəm mənzərə ilə biz Hacıkəndə qalxırıq. Biz Göygölə, Hacıkəndə çox yaxın yaşasaq da, ancaq mən artıq 5 il idi ki, getmirdim. Çünki mənim Hacıkəndlə bağlı bir qorxum var idi. Bir dəfə 5 il bundan öncə bu yolu qalxarkən həmin vaxtlar yolda təmir işləri gedirdi. Müharibədən əvvəl idi, səhv etmirəmsə. Və yollar çox təhlükəli idi. Burada belə hündür, necə deyim, perivallar var. Hündürlüyə qalxırsan və o biraz təhlükəlidir. Ona görə də mən çox qorxmuşdum və ondan sonra neçə dəfə yoldaşım, digər dostlarımız təklif etsə də ki, gəlin gedəyin, mən qorxurdum və getmirdim. Ancaq bu dəfə özümdə o gücü topladım, dedim ki, gedəcəm. Həm də maşını yoldaşım idarə edirdi və ona güvənirəm. Ona görə də getmək qərarına gəldim. Yaxşı ki də gəldim, bu gözəl mənzərə. Bizim balaca fidanımız isə maşında yatmışdı, onu qoyub getmişdik. Bir də baxdıq ki, pəncərədən baxır artıq oyanıb, onu da götürdük. Biraz burada gəzdik. Doğrudan da buranın gözəlliyini, səssizliyini mən sözlərlə ifadə edə bilmərəm. Payızı çox sevirəm. Əgər siz də payızı sevirsinizsə, belə bir mənzərə qaçırılmazdır. Mütləq gedib görmək lazımdır. Dostlar, burada çox çəkiliş etmədim. Çünki həm artıq hava qaralırdı. İstədim ki, nə qədər ki gün işığıdır, gəzim, anın dadını çıxarım. Artıq evə dönürük burada və evə dönərkən də 1-2 kadr çəkdim ki, sizə də göstərim. Yol üstü belə kiçik kafelər fəaliyyət göstərir və çox dadlı, ləzzətli təamlar servis edilir. Dostlar, 5 il öncə gəlmişdim, sizə söylədim. Bu dəfəki gəlişimdə mən Göygöl rayonunda xeyli dəyişikliklərin olduğunu hiss etdim. Xüsusilə də Hacıkənd istiqamətində, Hacıkəndə qalxdıqda. Artıq orada yeni otel tikilir, yaxın zamanlarda yəqin ki, istifadəyə veriləcək. Digər otellər var idi ki, həmişə ora istifadəsiz idi. Artıq bu dəfə gördük ki, orada da təmir işləri gedir. Ümumiyyətlə, Hacıkəndin turizm potensialını artırırlar, belə gördüm. Artıq biz evimizdəyik, yol üstü, yoldaşım mənim üçün sevdiyim şirniyyatı almışdı və mən əyləşdim, çay içdim və bizim sabah daha yaxşı bir səfərimiz var. Mən öz doğmalarımı görməyə gedəcəm və həmin günü də sizlər üçün çəkəcəm, vloglayacağım. Ona görə siz baxmağa davam edin, mən isə keçirəm növbəti günə. Dostlar, burada artıq səhərdir, mən oyandım və özüm üçün dadlı səhər yeməyi hazırladım. Son vaxtlar səhər yeməyimi bal və yağla edirəm. Əvvəllər heç sevməzdim bu ikilini. İndi nədənsə çox xoşuma gəlir, zövqüm dəyişib sanki. Ona görə özüm üçün belə ballı çörək hazırlamışam. Üzərində yağ, biraz isə qoz hazırlamışam. Buradakı qızımın da özüm yemişəm səhər yeməyini. Ona gerpiles də hazırlayıram, üzümlü xoşlayır və onun da yeməyini hazırlamışam. Bəzi güllərimi evə gətirdim çünki soyuqdur artıq. Onları sildim, tərtəmiz belə pəncərənin kənarına yığdım.
gözəl görünürlər. Ev güllərini çox sevirəm. Elə yoldaşım da çox sevir. Ona görə də daimi evimizdə belə güllər, çiçəklər olur. Artıq qızım oyanıb, o qonaq otağına keçib. Mən də onun üçün hazırladığım səhər yeməyini götürürəm və keçirəm onun yanına. Ona yemək verim, yesin. Daha sonra isə duraq, hazırlaşaq, gedək. Sizə demişdim, biz bugün Tərtərə gedirik. Mənim doğmalarımı, əzizlərimi görməyə və bizim rayonumuzda da payız çox gözəl olur. Qızıl yarpaqlar, gözəl mənzərə, ona görə gedək, orada da gözəl istirahət edək və burada bir gün qalmağı da düşünürük. Sabah isə öz evimizə geri dönəcəyik. Səfalı təbiəti, mehriban insanları və zəngin tarixi ilə tanınan Tərtər. Bu rayon Qarabağın qapısı sayılır. Həm düzənlik, həm də dağ-ətəyi əraziləri ilə göz oxşuyur. Son illərdə Tərtər çox dəyişib. Abadlıq, yenidən qurma işləri, yeni parklar, yollar salınıb. Tərtər həm də qəhrəmanlar diyarı sayılır. Mərd insanların yaşadığı şəhərdir. Bu torpaq dəfələrlə sınaqlardan keçib, amma hər dəfə daha güclü olub. Burada hər daş, hər küçə bir igidin xatirəsini daşıyır. Tərtər vətən sevgisinin, dözümün və qəhrəmanlığın simvoludur. Biz artıq şəhər mərkəzini tərk edirik və bizim kəndimizə doğru yola düşürük. Həmin istiqamətdə də yol boyu traktorlar belə pambıq daşıyırdılar. Yol boyu mən sizə pambıq tarlalarda çəkmişəm. Baxın necə gözəldir. Sanki ağappaq qar yağıb bütün tarlalara. Ancaq bu pambıqdır, bu gözəllik ağ qızıldır. Və belə baxın necə gözəldir. Çox gözəl görünür. Artıq biz çatdıq öz kəndimizə, anamgilə. Bu da bizim bağımızdır. Mandalin bağlarımız bir dəfə də sizlər üçün çəkmişdim. Artıq burada tam yetişib, əsl öz rəngində, dadındadır. Çox ləzzətli, dadlı. Elə özümüzü ilk burada tapdıq. Dadlı mandalinlərdən soyduq, məhlədəcə yedik. Daha sonra isə bugün biz bibimgilə gedəcəyik. Kənddə yaşayan bibim var, onlara qonaq gedəcəyik. Yəqin ki, bibim də bizim üçün dadlı yeməklər hazırlayacaq. Onun çox dadlı, ləzzətli duzu var, əlinin dadı var, belə deyək. Orada olan prosesləri də çəkmişəm. Ona görə dostlar, siz vlogdan ayrılmayın, baxmağa davam edin. Ancaq anam şirniyyat hazırlayırdı. Gəldim, gördüm ki, artıq hazırlanır. Biz həyətdəydik və budur, hazırdır. Götürdü onu sobadan. Çox ləzzətli, dadlıdır. Dadına baxdım mən. İsti-isti. Və bunun reseptini sizlər üçün paylaşacağım. Anamın resepti ilə hazırlasanız çox dadlı, belə mutakilər, kətələr alınacaq sizdə də. Biz isə bunu belə qoyuruq. Düşündük ki, gedək bibimgilə, gələndə çay içərik. Yolda isə belə qoyun sürüsü keçirdim, çəkdim və bibimgilə çatdıq. Bibimin çox şirin nəvəsi var. Bizim üçün gül yığıb. Bir dəstə qızıma, bir dəstə isə mənə yığmışdı. Və suya qoyub ki, soğumasın, biz onları özümüzlə evə aparaq. Qızım da onun üçün belə bir tozan almışdı. Şokolata bənzəyirdi. Mənə çox maraqlı gəldi və çəkdim sizlər üçün də. Yığdığımız mandalinlərdən də onun üçün gətirmişdik. O da mandalin yeməyi çox sevir. Burada onun mandalinlərini təqdim edirəm. Daha sonra bibimgilin evində kiçik bir tur. Daha doğrusu onların güllərini çəkirəm. Necə gözəl güllər var, baxın. Çox gözəldir. Həmişə bibimgillə aramızda gül mübadiləsi edirik. Onlar da olan fərqli güllərdən biz götürürük, bizdə olan fərqli güllərdən onlara veririk. Belə bir-birimizlə bölüşürük. Burada isə balaca Zəhranın çəkdiyi rəsmlərə baxırıq. Həqiqətən bu uşaq çox istedadlıdır. Çox gözəl rəsmlər çəkir balaca dəftərinə. Çox bəyəndim. Gözəldilər, mənə göstərir. Bir-bir hamısını həvəslə izah edir ki, burada nə düşünüb, nə etmək istəyib. Beləcə onun çəkdiyi rəsmlərə də baxıram və keçirəm mətbəxə. Çünki bibim yemək hazırlayır. Baxın görüm nə bişirir. Bu kartof əzməsidir. Püreydi, içərisinə göyərti də vurub. Söylüyor ki, mən piraşki bişirəcəm. Bibim çox dadlı piraşkilər hazırlayır. Bu da onun xəmiridir. Kündəliyir, qoyub ki, biraz dincəlsinlər. İndi burada da bibim qızı içərisinə kartof yatır. Kartoflu piraşki hazırlayırıq. Çox ləzzətlidir. Mən deyim sizə, biz yedik artıq onlardan. Çox ləzzətlidir. Gəl istəsəniz, mən onlardan soruşub resepti sizin üçün yaza bilərəm. Əgər maraqlı olsa, istəsəz mütləq mənə şərhlər bölməsində yazın. Mən də resepti sizə göndərim. Onlar əvvəlcə piraşkiləri belə hazırlayırlar. İçini kartoflu hazırlayırlar. Daha sonra isə qızardacaqlar. Çöldə isə bibim yemək hazırlayırdı. Kənd çorbası kəsib burada 2 ədəd və bol soğan hazırlayır. Bibim söylədi ki, sizin üçün nar qovurmalı beçə hazırlayacağam.
Baxaq görək necə alınacaq. Bunları isə padvaldan gətirib, bu salatdır. Burada isə xiyar turşusudur. Salatın dadı mükəmməl idi, çox ləzzətli idi. Xiyar turşusu da öz yerində. Çox bəyəndik, çox ləzzətli idi. Artıq pirajkiləri də belə hazırdır. İndi bunlar qızarmağa gedəcək. Mətbəxdə gözəl güllər var idi. Onlar da çəkdim, belə gözəl çiçəklər açmışdılar. Gülləri onlar da artıq içəri yığıblar ki, soyuq olmasın, soğumasınlar. Burada soyuqlar tez düşür və gülləri şaxta vurur, belə desək, və onlar məhv olurlar. Ona görə də buna icazə verməyib, tez içəri yığıblar. Bibimin isə artıq yeməyin yavaş-yavaş hazırdır. Əti də qaynayıb, tez tökəcək bu bol soğanın üzərinə, nar əlavə edəcək. Daha sonra isə biz qaçacağıq yeməyə. Burada hazırlayır və fonda söhbət edirik birlikdə. Mənə kiçik məsləhətlər verir bibim yemək hazırlayanda. Nəyi necə etsəm daha yaxşı olar, daha ləzzətli alınar. Mən də onun məsləhətlərini diqqətlə dinləyirəm. Bu beçələri də kənddə, həyətdə bibim özü saxlayır, böyüdür, daha sonra isə kəsir. Onun dadı daha möhtəşəm olur. Yəqin ki, bilirsiniz, yemisiniz. Onun dadına heç bir yeməyin dadı çata bilməz. Burada isə pirajkiləri qızardırıq. Belə. İndi birazdan gedəcəyik yeməyə. Artıq yeməyimiz hazırdır. Sonda dənələnmiş nar əlavə edirik üzərinə bol-bol və qapağını örtürük ki, biraz buğunda qalsın, bir 5-10 dəqiqə. Həmin müddət ərzində də biz süfrəni hazırlayırıq. Belə hər şey hazırdır. Artıq aparıb onları səfrəyə düzəcəyik. Qızarmış pirajkilərimiz də hazırdır. Onları da götürüb gedirik nuş etməyə. Belə gözəl süfrə açmışdılar. Daha sonra biz evimizə döndük anamgilə. Orada çayı içmədik və mənim gözüm qalmışdı anamın hazırladığı bu şirniyyatın yanında. Çünki həqiqətən çox dadlı edir. Gəldik, çayı da burada içdik. Burada isə səhər də artıq. Biz yatdıq, oyandıq. Belə baxın həyətimizə. Doya bilmirəm bu gözəlliklərdən. Və biz hazırlaşdıq, evimizə yola düşdük. Yenə də anam bizim üçün çoxlu pay qoymuşdu. Hazırladığı şirniyyatlardan, bişirdiyi yeməklərdən, qışlıq üçün etdiyi turşulardan götürdük və evimizə yola düşdük. Dostlar, sizinlə burada sağollaşmaq istəyirəm və hər birinizə təşəkkür edirəm ki, videoma sona qədər baxdınız. Və sonda xahiş edirəm ki, əgər hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.